qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda görkəmli dövlət xadiminin əvvəlsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan konstitusiya ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit edir, dövlət həyatının bütün sahələrini tənzimləyən zəruri qanunvericilik bazasının yaradılmasına təkan verir. 2000-ci ildə qəbul olunan dövlət qulluğu haqqında qanun isə bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirib. Bugün dövlət qulluğunun tarixi və müasir dövlət qulluğu sisteminin yaradılmasında Heydər Əliyev ideyalarının tətbiqi uğurla aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlar qazanılıb. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır. Firuzə Nadir, xəbərlər. Dövlət qulluqçularının peşə bayramı paytaxt və bölgələrdə ayrı-ayrı tədbirlərlə qeyd olunub. Azərbaycanın 5000 illik dövlətçilik tarixi var və bu dövr ərzində dövlətçiliyimiz zəngin təcrübə əldə edib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramına həsr edilən Azərbaycanda dövlət qulluğu, konseptual əsaslar və islahatlar strategiyası adlı elmi-praktik konferansda çıxış edən Akademiyanın rektoru Seyfəddin Qəndilova görə Azərbaycanın dövlət quruculuğu bütün mərhələlərdə milli ənənələrə söykənib. Onun sözlərinə görə məhz Heydər Əliyev dövlətçilik sistemində böyük dəyişikliklər edib. Ulu Öndərin vaxtında dövlət qulluğu haqqında qanun qəbul olunub. Dövlət quruculuğu konsepsiyası hazırlanıb. Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyev isə idarəçiliyin dünya səviyyəsində formalaşması istiqamətində böyük işlər görüb və məhz onun sayəsində böyük kadr potensialı formalaşıb. İdarəçilik sistemi